Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Hoş gördük her birinizi yenə də başlar. Elhamdülillah. Allah'ın böyük nimətidir ki, bizi Ramazana yetişdirib və məsciddə öz evində cəm edib zikir məclisində. وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Allah Teala buyurur ki, sizdə olan hər bir nimət Allah'tandır. Gərək Allah Teala'ya çoxlu şükürlər eləyək. Çoxlu şükürlər eləyək ki, Allah Teala bizi şükür eləyən qullarından yazsın. Çoxlu şükür eləyək Allah Teala'ya və itiraf eləyək ki, bütün neymətləri sən bizə nəsib eləmsən. Dərs olanda qardaşlar, yaxşıdır ki, dinləyəsən. Quran-ı Kərim sonra oxumaq olar inşallah. Allah Teala bir köküstə 2 dənə qəlb qoymuyor. Elm məclisinin fəziləti böyüdür. Allah'a şükür eləyək ki, Allah Teala bizi şükür eləyən qullarından yazsın. Qalilun min ibadiyyəş şəkur. Allah Teala deyir ki, qullarımın çox azı şükür eləyəndir. Allah Teala bizi o azlardan eləsin. Peyğəmbər sallallahu aleyhi ve sellem Əbu Hüreyrədən gələn rivayətdə buyurur ki, hansı ki hədisi İmam Buxari və İmam Müslim rivayət edir. Mən samə Ramadan imanən və hisabənğufirə ləhu mə təqəddəmə min zənbihi. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem kim Ramazanı imanla, iman edərək Allah Teala'ya, Allah'ın əmridir, Allah məndən bunu istəyir. Şimdi imanla savabını Allah'tan umaraq oruç tutsa, غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ. Allah Teala onu əvvəlki günahların bağışlayacaq. Elm əhli qardaşlar, bu hədisdən bir neçə faydalar qeyd edirlər. İnşallah qısa vaxt ərzində bunlara toxunaq. Birinci faydası elm əhli deyir ki, Ramazan orucun fəziləti. Hədis onu göstərir ki, Ramazan ayında oruç tutmaq günahların bağışlanmasına səbəb olur. Və həmçinin onu göstərir ki, bu ayda oruç tutmaq və yaxud da bu ay Allah qatında nə qədər əzəmətli bir aydır. Çünki bu ayın içində olan ibadətlə Allah Teala əvvəlki günahları bağışlayır. İkinci qardaşlar faydası, əməlin qəbul olmasının şərtləri. Əməlin qəbul olmasının şərtlərindən danışır bu hədis. Hədisdən aydın olur ki, orucun qəbul olması üçün əsas 2 dənə şərt var. Kim deyə bilər qardaşlar? Hansı şərtlər bu var? İman və Allah'ın savabı. Hədisin içində kesən. Barakallahu fik. Allah razı olsun. Birinci odur ki, qardaşlar, iman. Yəni orucu Allah'ın əmr etdiyini bilib ona görə tutmaq. İman edirsən ki, Allah Teala bunu mənə əmr edir. Rəbbimin əmridir. Və tutursan. İman. İman edirsən ki, Allah Teala ayələr nazil edir. Ya eyyuhəl-ləzīnə əmənu kutubə aleykumus-siyam. Kəmə kutubə alləl-ləzīnə min qablikum. Bu ayəyə iman edirsən artıq. İnanırsan ki, bunu Allah əmr edir. Birinci bu. İkinci, vahtisəbən, ixlasla. Yəni sırf Allah üçün riyakarlıqdan uzaq olaraq, insanların yanında bir hörmət, məd, tərif ummadan, savabını yalnız Allah'tan umaraq tutursan. Və üçüncü faydası qardaşlar, hədis onu göstərir ki, Allah Teala keçmiş günahları bağışlayır. Əgər insan orucu iman və ixlasla tutarsa, Allah onu keçmiş, böyük yoxsa kiçik qardaşlar, hansı günahlar? Kiçik. Yaxşı, böyük günahlar necə bağışlanır? Tövbə. Böyük günahlar üçün tövbə eləmək lazımdır, xüsusi. Lakin yenə Allahın rəhmətidir ki, Ramazan orucunu tutsan Allah Teala kiçik günahları bağışlayır. Kiçiklər də, yəni gözdə kiçik görünməsin, günahdır. Sələflər deyərdilər ki, La tanzur ila sıgaril xati'ə
وَلَكِنْ اُنْظُرْ إِلَى مَنْ أَصَيْتَ. Sən baxma ki, günahlar kiçikdir. Bax gör ki, o kiçik günahları kimə qarşı eləmsən. Nə qədər əzəmətli olan Allaha eləmsən o kiçik günahları. Üçüncü faydası oydu ki, Allah Teala bu ayın səbəbi ilə kiçik günahları bağışlayır. Dördüncü faydası oydu ki, qardaşlar, Ramazanın fürsət olduğunu başa salır bu ay. Bu hədis. Bu hədis başa salır ki, Ramazan nə qədər böyük bir fürsətdir. Ne üçün fürsətdir? İbadətlə keçirməyə. Quran oxumaq, dua eləmək, zikr eləmək, şükür eləmək, sədəqə vermək, insanlara yaxşılıq eləmək, oruç tutanlara iftar vermək. Təsəvvür eləsən, bir oruç tutana iftar versən, sənin suyunla, xurmanla iftar açsa, o nə qədər savab qazanıbsa, onun savabından azalmadan sən də o qədər savab qazanırsan. 10 nəfərə versən, 50 nəfərə versən, 100 nəfərə versən, gör nə qədər savab qazanırsan. Beşinci faydası, qardaşlar, odur ki, hər bir əməldə niyyətin mühüm olmasını göstərir. Hədis onu göstərir ki, əməldə mütləq niyyət olmalıdır. وَاحْتِسَابًا deyir. Allah'tan olmalı. Yani Allah üçün. Muhammed sallallahu aleyhi ve sellem hadisdə nə deyir? İnnemel a'malu bin niyyət. Əməllər niyyətlərə görədir. Və innemə likulli imri'in mə nəvə. İmam Buxari, İmam Müslim rivayət edib hədis Ömər radiyallahu anh'dan gəlir. Hər bir insana da nəyi niyyət edib sonra qalacaq. Əgər oruç tutmağından, namaz qılmağından, sədəqə verməyinlə, başqa salih əməllərinlə, məscidə gəlməyinlə insanların səni tərifləməsini istəmirsənsə, insanlar sənə hörmət qoysunlar deyə eləmirsən, qiyamət günü Allah Teala deyəcək ki, İzhəbu ilə mə kuntum turaun fid dunya. Gedin dünyada kimin üçün edirdisə əməllər onların yanına. Gedin onların yanına. Niyə görə gedin? Həl təcidunə indəhum cəzaən. Görün, sizə bir mükafat verəcəklər olar. Təsəvvür elə, Allahu akbar. O boyda, dağlar boyda əməlləri kiməsə görə eləmsən. Allaha görə yox. Hansı ki Allah Teala bildirir ki, Ələ lillahi din, Ələ lillahi dinul xalis. Bilin ki, xalis din Allaha məxsusdur. Yəni din bütün əməllər. Dində elə bir əməl yoxdur ki, qardaş, istər böyük əməl, istər kiçik əməl, sən onu Allahdan qeyrisinə sərf edə bilərsən. Yoxdur elə bir əməl. Ona görə Allah deyir ki, Ələ lillahi dinul xalis. Xalis din Allaha məxsusdur. Və mə umiru illə liyabudullaha muxlisinə ləhuddinə hunəfəə. O yuqimus salə, sonra Allah Teala namaz zəkat deyir. Hansı ki onlara, halbuki onlara əmr olunmuşdur ki, həniflər kimi, ataları İbrahim kimi, Yaqub, İsmail, İshak, o əzəmətli peyğəmbərlər kimi dini Allaha məxsus edərək tək ona ibadət eləsinlər. Nə əmr olunur? Tək Allaha ibadət eləmək. Yusuf əleyhissalam türmədə olanda, zindanda olanda, görürsünüz, Allaha dəvət edir. Deyir ki, sizin Allahdan qeyri ibadət elədikləriniz ki var, mə ənzəlallahu bihə min sultan. Allah onlar barədə heç bir dəlil nazil eləməyir. Sonra Allaha dəvət edir, tək Allahlığı başa saldır. Ona deyir ki, وَذَٰلِكَ الدِّينُ الْقَيِّمِ. Doğru din bax budur. Nə? Tək Allaha ibadət eləmək. Bütün əməlləri Allaha məxsus eləmək. وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ. Lakin insanların çoxsu başa düşmür. Bu indirsən tövhid, sünnət, yalnız Allaha ibadət eləməlisən. Olmaz daşa, dağa, ağaca, əsküsküyə, sürsümüyə, babaya, nənəyə, qaloşa və s. sınır çaynik, dağlarda bitən otlara ibadət eləmək olmaz. Əksinə etiqad eləməlisən ki, onlar batildir. Əyəbudunə mə yaxluqu şeyən, mə lə yaxluqu şeyən və hum yuxləqun. Onlar elə şey ibadət edirlər ki, heç bir şey yaratmayıblar, özləri də yaradılandır, məxluqdur.
Yalnız Allaha. Hədis nəyə göstərir? İxlasla Allah üçün tutmaq lazımdır orucu. Həmçinin hədisin 6-cı faydası qardaşlar, Allah Taala'nın mərhəmətinin nə qədər geniş olmasını göstərir. Nə qədər günahlar eləmsən, Ramazana yetişməyinlə, bu ayda əzəmətli ibadət, oruc ibadətini etməyinlə Allah Taala səni bağışlayır. Nə qədər günahların olur. Kiçik günahlara baxsan qardaş, heç kəs ondan xilas olmuyor. Bəzən görürsən qardaşlar, elədiyi günahlara görə meçidi, cəmaatı, ibadəti tərk edir. Və elə düşünür ki, günahı tək o eləyir. Yəni burada gördüyün cəmaatın hamısı günah edir gün ərzində. Hamısı günahkardır. Biz demirik bunu, Allah Teala deyir, ya ibadi kullukum tuxtiun. Ey bunların, hamınız günah edirsiniz. Bax, belə düşünən qardaşlar, bax, Allah Teala deyir ki, hamınız edirsiniz. Lakin indi miqdarı var. Ola bilsin, biraz sən günaha çox düşmüsən. Günahın biraz təkrarlı olub, qəlbin qaralıb. İstiğfar elə, Allah sənə bağışlasın. Allah Teala köksünü genişləndirsin, nurlandırsın. Allah'a zikr elə, tövbə elə, qayıd Allaha. Allah Teala açsın qəlbindəki o möhrü. Çünki İbn Qayyim deyir ki, rahimahullah, kim günahlarda israrlı olarsa, artıq qəlbi möhürlənməyə başlayır. Vallahi qardaşlar, qəlb elə daşlaşır, elə bağlanır ki, insan dilində bir dənə estağfirullah deyə bilmir, subhanallah deyə bilmir. Nə istəyirsən danışır, bir dənə zikr elə bilmir. Günahların səbəbidir. Allaha dönmək lazımdır səmimi qəlbdən. Tövbə ilallahi tövbətən nasuhə səmimi. Səmimi tövbə eləsəz Allah Teala bağışlayacaq. Və zikr eləmək qardaşlar bu ayda hədisin 6 dənə faydası inşallah yadda qalsa yaxşı olar. Allah hər birimizə eşitməyə və faydalanmağı nəsib eləsin. Və qardaşlar bu ay bilirsiniz zikr ayıdır. Xüsusilə Quran ayıdır. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an. Ramazan ayı hansı ki onda Quran ən böyük zikir nazil olub. Allah Teala nə deyir başqa ayədə? Nəhnu nəzzəlnə zikra və innə ləhu ləhafizun. Zikri, Quranı biz nazil eləmişik. Görsən zikir deyir Allah Teala. Allaha yaxınlaşmaq üçün ən əfsəl əməllərdən biri Allahın kitabını oxumaqdır. Əziz qardaş, vallahi öyrən. Öyrən. وَلَنْ يُؤَخِّرَ اللّٰهُ نَفْسًا اِذَا جَاءَ اَجَلُهَا. O kəsin ki, ölümü çatdı, əcəli çatdı, Allah ona bir də möhlət verməyəcək. Bir də möhlət verməyəcək, Quranı öyrənəsən, oxuyasan, hər hərifini o savab qazanasan, onunla Allah'ı zikr eləyəsən, Allah'a yaxınlaşasan, bir də verməyəcək o möhləti. Bir dəfə. Verir, o da bugündür. Ya bugün, ya da Allah bilir. Sabah olacaq yoxsa yox. Ona görə sələflər deyirlər ki, insanın həyatda 3 günü var. Dünəni idi, getdi. Sabahıdır, Allah bilir yaşayacaqsan yoxsa yox, sənə qalan bugündür. Oxu, öyrən, qiyamət günü bəlkə sən də oxu və ucal deyilənlərdən olacaqsan. Çünki Quran-ı Kərimi öyrənən, əzbərləyən, oxuyan, yaşayanlara qiyamət günü nə deyəcək? Oxu, yüksəl deyiləcək. Və zikir qardaşlar, Qurandan da başqa, gün ərzində nə qədər bacarırsan zikr elə. Nə qədər bacarırsan zikr elə. Yollarda gedəndə, Həsən Əl-Basri deyir ki, rahimahullah, istiğfar eləyin. Evlərimizdə, miniklərimizdə, yollarımızda, bazarlarda, harada olursunuzsa istiğfar eləyin. Çünki siz bilmirsiniz Allahın məğfirəti harada nazil olacaq. Ola bilsin yolda bağışlayar Allah Teala səni. Miniyi idarə eləyəndə Allah sənə bağışlayar. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin son olaraq bunu qeyd eləyək, sahabələrindən Əbu Umamə Əl-Bahili radiyallahu anhu bir kişi gəlir onun yanına deyir ki, yuxuda səni gördüm. Gördüm ki, İnnəl mələikətə tusalli aleyk. Allahın mələkləri sənin üçün dua eləyib Allahdan bağışlanma diləyirlər. Kulləmə dəxaltə və kulləmə xaractə. Evdə girəndə, evdən çıxanda və qumtə və cələstə. Əyləşəndə, qalxanda sənin üçün Allahdan bağışlanma diləyirlər. Sən nə edirsən? Hansı əməlin sahibisən? O da deyir ki, istəyirsiniz sizin üçün də bağışlanma diləsinlər. Allah deyirlər ki, kim istəməz bunu? Hər kəs istəyər ki, Allahın mələkləri onun üçün bağışlanma diləsin. Allahın bu ayəsini oxuyur. Allah Teala buyurur ki,
Ya eyyühellezine amenu zkurullaha zikran kesira ve sebbihuhu bukraten ve asila. Ey iman getirenler, Allah'ı çox xatırlayın. Zikr edin yani. Ne kadar istəyirsən, harda istəyirsən. Ellezine yezkurunallaha qiyamen ve qu'udan ve ala cunubihim. El-ayə. Allah Teala metod verir. O kəslər ki, Allah'ı ayaq üstədə, əyləşəndə də, uzamanda, böyrü üstə olanda da zikr eləyər. Necə istəyirsən zikr eləyə bilərsən Allah Teala'nı. Dildə, elhamdülillah, rahatlaşdırıb Allah Teala. وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا. Səhər, axşam onun şəhərinə təriflər deyin. Sonra deyir ki, هُوَ الَّذِي يُصَلِّ عَلَيْكُمْ وَمَلَائِكَتَهُ لِيُخْرِجَكُمْ مِنَ الظُّلْمَاتِ إِلَى النُّورِ وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا. Buyurur ki Allah Teala, o Allah'dır ki sizi zülmətlərdən nura çıxardır və Allahın mələkləri də sizin üçün Allah'tan bağışlanma diləyirlər. Ayənin əvvəlində nə istədi Allah Teala? Zikir. Çox zikr eləyin. Səhər və axşam. Deyir ki, mən Allah'tan bağışlanma diləyirəm. Səhər və axşam onu zikr eləyirəm. Dilim daim Allahlandır və buna görə də Allah Teala mələkləri mənim üçün Allah'tan bağışlanma diləyir. Əgər siz də istəyirsinizsə, Allahın mələkləri üçün Allah'tan bağışlanma diləsin, bu ayəni tətbiq edin. Allah hamımızı bağışlasın qardaşlar. Allah Teala bu Ramazanın sonuna qədər ən gözəl şəkildə, ən kamil savablarla bu hədisi tətbiq edərək, imanla, savabını Allah'tan umaraq, bütün ibadətləri eləməyi bizə nəsib eləsin Allah Teala. Elhamdülillah, Qədir gecəsini Allah Teala bizə çatdırsın. O gündə ibadət eləməyi Allah Teala bizə müvəffəq eləsin. Allah Teala bizim də, sizin də valideynlərimizi bağışlasın. Allah Teala cəmaatımıza, millətimizə hidayət versin. Allah Teala bizə verdiyi bu tövhid sünnət neymətini onlara da nəsib eləsin. Onların hidayət olmasında hər birimizi səbəb eləsin. Bütün xeyirlər Allah'tandır. Xətalar bizim nəfsimizdən və şeytandan. Velhamdülillahi Rabbil alemin.